Salamlar, vaxtınız xeyir olsun. Twente Qarabağ oyunu öncəsi mətbuat konferansına xoş gəlmişsiniz. Öncə Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallara keçin. Salamlar müəlliminizi. Xoşdur sizləri burada görmək bir daha. Çox vacib səfərə çıxırıq. İlk oyun səfərdə və keçmiş köhnə tanış komanda. Çox yaxşı bir stadion, çox yaxşı bir azarkeş dəstəyi və bizim ilk xoş xatirələrimiz həmin stadiondadır və inanıram ki, futbolçular yenə çalışacaqlar ki, belə bir yaxşı nəticə ilə dönməyə. Baxmayaraq problemlərimiz var. Düzü hazırlaşma bir o qədər vaxtımız da olmadı. Fikrimiz elə ilk çempionat oyununda oldu. Biraz gərgin bir qrafikdə çalışırdıq. Demək olar ki, futbolçuların hamısı bir yerdə bir normal məşq edilmədik. Ona görə bugün ümumi proqram üzrə komandanın istirahət günü idi. Hansı ki, futbolçulara biraz istirahətə vaxt lazım idi. Amma sabah səhərə inşallah sağ-salamat çataq. Sabah səhərə məşqimiz var. Elə o məşqdə çalışırıq ki, komandanı oyuna tam hazırlamağa və belə problemləri nəzərə almayaraq fikrimizi tam oyuna kökləmişik və inşallah inanıram ki, futbolçuların təcrübəsi oyunda düzgün oyun qurmağa, özlərini düzgün idarə etməyə bəs eləyəcək. Buyurun. Buyurun sen. Bana uğurlu olsun inşallah. Qarabağ tarixini də öyrənmək, olan tarixini, bu qədər qlobal dəyişikliklər, belə müddətdə konferans liqalı Premier Liqa sizin üçün, gələcək üçün daha doğrusu faydalı olur, yoxsa konferans liqasız bir dönəm? Nə mənada ki, yenidən çempionluğu qaytarmaq, heyəti oturtmaq, hədlər arası anlaşmanı yaxşılaşdırmaq? Çətin dedikdə çox olub belə, necə deyim, bu cür dönəmlərimiz, hansı ki, mən buna çətin deməzdim. Bu futbolun bir parçasıdır, bir hissəsidir bu cür belə hallar. Amma yəni biz Avropada oynamaqdan heç vaxt vaz keçmək istəmirik. Yəni biz çempionatı, yəni Avropanın çempionatı qurban verək, yəni belə bir fikirdə deyilik. Çünki Avropa yəni tam başqa bir səviyyədir. Baxmayaraq konferans liqasıdır. Yəni bizim üçün orada o qədər belə tanınmış, o qədər keyfiyyətli komandalar var ki, biz oradan əl çəkmək istəmirik və əlahüsusda bizə hansı ki, yeni gələn futbolçularımız var, hansı ki, onların o turnirdə o məsuliyyətdə adaptasiya keçmək şansları var. Yəni biz bundan vaz keçmək istəmirik və buna da ehtiyacları var. Mən yeni gələn oyunculara baxıram, onların hazırlığına baxıram, biraz o turnirlər başqadır, yəni, tam başqadır və orada futbolçular böyüyürlər. Ola bilər çempionatda hansısa bir çətinliklər olsun, hansısa bir çatışmazlıqlarımız olsun, amma biz bu etapı keçməliyik. Ümumiyyətcə, həm insan, həm idmançı, ümumiyyətcə, həm klub o çətin dönəmlərdə böyüyür. Ümumiyyətcə, hətta komandalar, klublar o böyük hesablı məğlubiyyətlərdən sonra görsən daha böyüyür, daha bərkiyir. Ona görə bu qaçılmazdır və biz buna hazır olmalıyıq və biz bunun üzərinə gedirik. Biz hal-hazırda əgər biz şansımız varsa bizim konferans liqasının qrupuna düşməyə, biz buna yox demirik və mütləq biz bu haqda daha ciddi hazırlaşırıq və ona doğru irəliləyirik. Amma zədələr falan, bu çətinliklər bizim bundan çox, belə deyək, çətin, gərgin dönəmlərimiz olub. İllər əvvəl o qədər olub ki, narazılıqlar, nə bilim, belə də söz-söhbətlər, çempionsuzluqlar o qədər olub, kuboksuzluqlar o qədər olub ki, və belə-belə yavaş-yavaş, pillə-pillə biz addımlamışıq, şükürlər olsun Allaha və inanıram ki, yenə də mən həmişə bu halları, bu cür durumları həmişə mən bizim gələcəyimizə faydalı kimi baxıram. Buyurun. Sizə
yani son vaxtlar Qarabağın üzərində belə deyək də təzyiq daha çoxdur. İki namusuna ilk oyundakı məğlubiyyətdən sonra yəni Süper Sərsənin sanki Qarabağ komanda qarşıda bunu və belə deyək, komandanın sanki bu illər qazandığı nəticələr sanki görməkdən gəlir. Yəni bir də müqayisə aparsaq, dəfəki Tventdə digər əvvəl qarşılaşdığımız komandadan, yəni hansı cəhətlərini görsək? Bilmirəm belə necə cavab verim. Yəni bizim bugünə kimi olan uğurlarımıza göz yumarlarmı, yummazlarmı deyə belə bilmirəm nə cavab verim buna. Yəni inanmıram ki, yəni kim də nəsə də yazsa da yəni ona göz yumaraq yazsın. Amma bəzən bu necə deyim, Avropa oyunlarıdır. Fərqi yoxdur. Qarabağ olsun, Neftçi olsun, Sabah olsun, Zirə olsun və yaxud digərləri olsun. Biz hamımız yəni o komandaların yanında olmalıyıq. Yəni bu cür durumlarda, yəni istər milli komanda olsun, həmişə olub belə çətin dönəmlər olub, görsən güclü rəqiblər olub. Yəni onların yanında olmaq lazımdır həmişə və biz nə qədər imkanımız var, indən sonra da olacağıq. Amma bizim bugünə kimi qazandığımız uğurlu və bugün də uğursuzluqdur, bilmirəm belə. Yəni futboldur, yəni bu. Yəni mən yenə dəfələrlə bildirirəm ki, biz mümkün deyil ki, istənilən ən güclü komanda ilə ard-arda illər boyu ölkə çempionu olsun, illər boyu kubokları alsın, Çempionlar Liqasını tutsun. Mən dəfələrlə bildirmişəm ki, biz bunun şahidi olmuşuq illər boyu. Yəni ən güclü məşqlər görsən, bir il Çempionlar Liqasını udub, o bir il heç finala çıxmıyor və yaxud 4-də 1-dən çıxıb və yaxud yarım finaldan çıxıb. Eləcə də Premier Liga İngiltərə çempionu olmuyor və yaxud İspaniyalılar Liga çempionu olmuyor və yaxud digərləri belə. Yəni bu futbol yəni belə bir oyundur. Çünki burada düşüncələr var, burada beyinlər var, burada necə deyim, yəni keyfiyyətli məşqçilər, keyfiyyətli futbolçular var. İllər boyu yəni bu işlər, proseslər gedir. Yəni biz nəyəsə ola bilər ki, bizim düşünmədiyimiz, biz ola bilər biz oradayıq, amma kənardan o dərəcədə ciddi hazırlaşırlar ki, bizə qarşı, biz ola bilər ki, onu o anda hiss eləməyək. Və o anda məğlub olaq və bu ilə də hər şeyi itirək. Yəni yenidən biz ona başlamalıyıq. Yəni belə dediyim kimi, yəni bəli yazılar oldu, hətta yəni Bakıdakı oyundan sonra da, yəni udandan sonra da yəni bu yazılar olur, fikirlər bildirilir və sadəcə biz öz yerimizdə, amma digər rəqibləri belə deyək də küçültmək lazım deyil. Yəni insanların belə deyək də o sevgisini, insanların belə deyək o bizə olan inamını və futbola olan sevgisini mənə elə gəlir ki, o biraz aşağı salır. Yəni biz bugün Dinamo Kiyev yəni deyə bilərik əvvəlki Şevçenkolar yoxdur, Blakhinlər yoxdur, bunu deyə bilərik. Amma yəni bu Dinamo Kiyevdir. Yəni bunu illər boyu mən yenə dedim ki, bu komandanın adı, bunlara qarşı oynamaq yəni bizim üçün bir prestijdir. Bugün biz şükürlər olsun Allah bunlara qalib gəlmişik. Tarixdə yazılacaq, yəni statistikada yazılacaq ki, filan vaxtı Qarabağ qalib gəlib. Yəni buna nə qədər sən belə deyək də küçültmək istəsən də nəticə oradadır. Yəni nə qədər bunu sən nəsə fikir bildirmək istəsən də yəni o qalacaq orada. Yəni ona görə mən inanmıram bu fikirlə yazsınlar və yaxud bugün CSKA Sofiyanı götürək. Mən yenə deyirəm ki, bugün mənim məşqçilik karyeramda ən ağır komandalardan biri idi. Yəni bu cür hazırlaşma, bu cür bərk, belə bir həm sistemli oyun, həm istək həddindən artıq onlarda çox idi. Həddindən sanki onların ac idilər həddindən artıq. Yəni belə rəqiblər çıxır bəzən görsən ki, onlara qarşı oynamaq heç də asan olmur. Yəni bu rəqibi küçültmək məncə yəni biz məğlub olmadıq, penaltilərdə məğlub, amma bizi keçdilər. Bu o demək deyil ki, CSKA bizdən bacarmırdı və yaxud nəsə və yaxud biz onlardan bacarmırdıq. Burada futbolda belə maraqlı belə deyək də epizodlar olur, maraqlı anlar olur. Amma dediyim kimi bizim bugün çatışmazlıqlarımız var. Bəli, bugün biz
daha yaxşı ola bilərdikmi? Bəli, bilərdik. Amma biz yarışdan çıxmır, yarışdan qopmaq bizim fikrimiz yoxdur. Yəni bugün biz deyək ki, sanki Qarabağ yıxıldı, Qarabağ yoxdur belə. Yox, niyə ki? Ola bilər, olmasın. Amma biz yenə dediyim kimi biz çəkinmirik, biz qorxmuruq, biz işimizdən yorulmuruq. Biz bu azarkeşlərin daima bizim azarkeşlərin haqqını verməyə biz həmişə mücadilə aparırıq, hazırlaşırıq, iş saatımızı çoxaldırıq. Yəni bundan narahat olmasınlar bizim azarkeşlərimiz. Eləcə də bizim deyək ki, sizlər, eləcə də futbol sevərlər, hamı yəni sadəcə indi uğursuzluq həmişə olur. Yəni biz bu uğursuzluq var deyə bizim işimiz bitdi. Biz yarışdan çıxdıq, qorxduq, çəkindik. Yəni belə bir fikrimiz yoxdur. O ki qaldı dediyim kimi o göz yummaq, yəni o inanmıram belə bir yəni biz Azərbaycanlı olaraq belə bir düşüncə ilə o yazıları yazaq və yaxud üzərimizə gəlsinlər bizim, mən inanmıram buna. Və ikinci sual Twenty'nin bəli. Bir şey deyim ki, bəlkə biz o dönəmdə daha yaxşıydı hal-hazırdakından. Yəni mən oyunçuların biraz zədəli olduqlarına görə bu fikri bildirirəm və əvəz edici oyunçularımızı da nəzərə alıram belə. Bəlkə biz o dönəmdə daha hazırlıqlıydıq və bəlkə də daha çox mu istəkliydik deyə bilərdim. Amma Twenty bugün çox belə kombinativ futbol oynuyor. Hal-hazırda Twenty çox kombinativ futbol oynuyor. O vaxtı bəlkə təcrübəli futbolçular daha çox idi, amma indi dinamik futbolçular daha çoxdur komandada. Və belə necə deyim, bu azarkeşlərin xoşuna gələsi futbol oynuyor. Topla, sürətli, yəni belə fərqli kombinasiyalar, çox maraqlı futbol oynuyor və mənim diqqətimi çox cəlb elədi və mənə elə gəlir ki, inşallah belə maraqlı oyun alınacaq. Biz də çalışırıq ki, azarkeşlər üçün ümumiyyətcə belə yaxşı, gözəl, maraqlı futbol olsun. Yəni hər dönəmin öz komandası, hər dönəmin öz belə deyək də tələbləri var. Və o tələblərə kim dözürsə, kim daha möhkəm dayana bilirsə, o da qalib gəlir və yəni bugün o komandada, o məşqçi də həddindən çox istəklidirlər. O cümlədən biz də sadəcə bizim futbolçularımızın üzərindən, meydana çıxan futbolçularımızın üzərindən daha çox məsuliyyət düşəcək ki, digər dostlarını, digər yoldaşlarını hansı ki, çox da fikir çəkməyə qoymasınlar və daha da aktiv, daha da aqressiv olsun və mən buna inanıram. Buyurun. Doğrular Zeynəb. 2 həftəlik yerinin yoxdur və bundan sonra heç vaxt zubir olmayacaq. Və ötən mövsümün Qarabağın bəlkə də ən yaxşı tandemlərindən biri Elvin Zubir tandemi idi irəliməkdə. Yəni sualım budur ki, indi Elvin 2 həftəyə qayıdacaq. Və bəs bu Twenty-nə oyunlar və inşallah olsa liqa mərhələsi ya Premier Liqa üçün sizin ağlınızda sol cinah mövqeyində indiki futbolçulardan ora çəkəcəyiniz kimsə var, yoxsa bir yeni transfer haqqında düşünə bilərik? Məsələn, mövqeyə. Hücum xəttinə, yoxsa Elvin mövqeyi? Yəni, bəli, biraz nadir hallarda olur bir-birini belə tamamlayan futbolçular. Hansı ki, yəni elə bir epizod olmur ki, onlar bir-birini başa düşməsinlər. Əlaqəsi hücum xəttində. Bu çox vacibdir. Ümumiyyətcə, bizim kimi komandaya, hansı ki, biz daha çox rəqbi meydanda oynamağı düşünürüksə, belə oyuncuların bir-birini tamamlaması həddindən artıq çox vacibdir. O ki qaldı, yəni bugün biz onları əvəzləmək, mütləq əvəzləyəcəyik. Ola bilər başqa üstün cəhətlərimiz olsun, hardasa bizə biraz çətinliklər olsun, hardasa çatışmazlıqlar olsun, amma başqa bizim başqa bir kombinasiya ola bilər düşünərək, ondan istifadə eləyək. Yəni bugün hal-hazırda, yəni mənim belə deyək də, yəni oyun sistemimizə görə bizim, bilirsiniz, mən solda sağ ayaq istəyirəm həmişə. Yəni bugün hal-hazırda
bir belə bir oyunçu Çepasdır, hansı ki onu çempionatda o mövqedə oynatdıq, amma hələ bilmirik ki biz Twente ilə oyunda oynayacaq, oynamayacaq. Çünki hələ sağlamlığı bir o qədər tam bəlli deyil. Düzdür, yaşlığa doğru gedir, amma yəni oynamaq ehtimalı da çoxdur. Yəni, belə olduğu halda ola bilər əlavə bir ciddi problem olsun. Amma oyuncu bəli, yəni o mövqeyə yenə bir oyuncu istəyirik ki, ən azından bir-birini tamamlaya bilsinlər, bir-birini əvəzləyə bilsinlər. Axtarışlarımız gedir və belə görək də inşallah bəzən olur ki, belə deyək, məşqçi öz istədiyi sistemi daha çox ona uyğun futbolçular yığır, onu cəlb eləyir. Amma hansısa bir müddət görsən alınmayanda onda oyunculara uyğun nəsə bir başqa bir şey düşünürük. İnşallah bunu da inanıram ki, faydalı bir şəkildə bunu da yoluna qoya biləcəyik. Buyurun. Abdullah bir komandadan getdikdən sonra 10 nömrə boşda qaldı. O 10 nömrə üçün bir alınsa ya bir fikir var yoxsa? İstəyənlər çoxdur. Hələ bu oyunu oynayıb tutaraq sonra baxarıq belə. Buyurun. Qarabağ arıcıl 12 mövsümlük ki, Avropalarda çıxış edir və onu nəzərə alsaq, həm də bir tərəfdən bu məsuliyyət yaradır. Sizcə komanda daxilində təzyiq varmı onunla bağlı və çox maraqlıdır ki, Twente ilə maçdan sonra elə bu seriya başlamışdı və Twente ilə maçda daxil edir. 12 sonra. Təzyiq varmı yəni komandanın baxımından, seriyanın davam etməsi baxımından? Təzyiq həmişə var. Ümumiyyətcə, yəni belə böyük oyunlardan qabaq həmişə təzyiq olur futbolçularda. O cümlədən məndə, o cümlədən rəhbərlikdə. Çünki bizim şükürlər olsun Allaha son vaxtlar o qədər bizim azarkeşlərimiz çoxalıb ki və əlaqəsizdə belə Avropa oyunları azarkeşlərimiz çoxalıb ki, bizdən tələblər çoxalır və bizi yenə də o arenada görmək istəyirlər. Və mən elə ilk oyundan sonra hətta Vestriya oyundan sonra elə bildirmişdim ki, azarkeşlərə təşəkkür etdim ki, sanki Çempionlar Liqasının ab-havası var idi. Yəni belə bir oyunda, ilk oyunda bu qədər azarkeşin stadiona gəlməsi, deməli bu bizə əlavə məsuliyyət verdi. Və həmişə gərginlik var və məncə də yəni bu normal bir haldır. Mən həmişə bunun, əgər bu varsa, deməli bu məsuliyyət də var. Sadəcə bəzən o təcrübə görsən belə bir gərginliyi aradan qaldıra bilir çox rahat, çox tez. Amma düzdür, təzə oyuncularımız var, yeni oyuncularımız var. Onlar 2 qat daha da gərgindirlər, 2 qat daha da biraz necə deyim, biraz həyəcanlıdırlar. 2 qat. Çünki ola bilər ki, onlar bura gələndə bu atmosferi burada hiss eləmirdilər. Yəni mən buna əminəm. Və onlar bura gələndə bu bizim onlardan bu qədər tələbimizi onlar gözləmirdilər. Və buna görə biraz həyəcan var futbolçularda və amma yaxşısı nədir? Hamısı bunu çox gözəl anlayaraq qəbul edirlər və öz işlərini peşəkar səviyyəsində görməyə çalışırlar. Düzdür, hələ bəzi oyuncularımız yenə qeyd edirəm, optimal formasından uzaqdır, amma məndə hələ ki ancaq pozitiv notlar var, hansı ki inanıram ki hər bir oyuncu daha yaxşı olacaqlar. İştirak ərizəsində yəni dünən bir dəyişiklik olmalıydı, qaldı. Düzün desəm, sanki iş gəlib tamamlanırdı, birdən-birə yeni transferlə bağlı, bəli. Birdən-birə bir problem ortaya çıxdı və belə qaldı. Amma ikinci oyun yox, ikinci oyunu biz birinci oyunda yəni bizim bugün axşama kimi vaxtımız var, hansı ki dəyişmələr eləməyə. Cavab oyundan sonra eləyə bilmərik. Və Qnali ilə bağlı, bəli, özünə bildirmişik. Yəni cavan oyuncudur, yəni perspektivli oyuncudur. Sadəcə o bəzi oyuncuların daha çox oynamağa ehtiyacı var. Ola bilər ki, bizdə oynasaydı, yəni bir 3 oyun, 5 oyun durmadan oynasaydı,
daha yaxşı formasını bərpa edə bilərdi. Sadəcə biraz nə qədər olmasa da bizdə Elvin oynayırdı, o vaxt Tural oynayırdı. Yəni biz Elvin zədələnmişdi. Biraz ehtiyatlandıq ki, ən azından bizim bir oyuncumuz olsun. Bugün Langa var, istərsiniz, yəni elə də asan deyil, yəni onlarla mübarizə aparmağa və özünə bildirmişik. Yəni bu o demək deyil ki, heç də o yaxşı futbolçu deyil. Yenə deyirəm, çox yaxşı potensialı var, həm topla davranışı, həm ümumiyyətcə birə-bir mübarizələrdə belə yaxşı cəhətləri var. Özünə bildirmişik, olmadığı halda, yəni əgər bir komanda olmasa, biz yenə də öz məşqlərimizdə, ola bilər hansısa bir oyunda ehtiyac olsun, yəni onun bütün öhdəliklərini yerinə yetirəcəyik. Başka sualınız yoksa Çox sağ olun. Görüşürüz. Görüşürüz.